Minimum əmək haqqı, yəni ölkənin qiymətlərinə baxdığımıza görə normal deyil mənə görə. Qiymətlər artır, xərclər çoxalır, amma maaşlarda ciddi bir dəyişiklik olmur. Bəs görəsən, hazırki vəziyyətdə sakinlər kənara pul qoya bilirlər, yoxsa aldıqları əmək haqqı heç ay sonuna çatmır? İndi bunu onların özündən soruşacağıq. Kənara pul qoya bilirsiniz? Kənara yox, özümə kifayət edir. Növbəti ay üçün çatmır yəni. Növbəti ay üçün belə də çatır, özüm üçün çatır. Yəni kənara pul qoymaq olmur. Çalıştığım anca markete ve kız kardeşimle birlikte yaşıyorum ben. Ev ihtiyaçlarımıza gidiyor. Onun dışında kahve içmeye bile az bir bütçe ayırabiliyorum. Türkiye'den ailemden destek almak zorunda kalıyorum maalesef. Aldığınız əmək haqqı sizi qane eləyir. Yox, etmir. Kənara pul yığa bilirsiniz. Demək olar ki, yığa bilmirəm, xeyr. Ən çox xərcləriniz nəyə gedir? Günlük xərclər, uşaqların xərclərinə ən çox belə xərclənir. Eləyir. Kənara pul qoya bilirsiniz. Az da olsa bəli. Yəni müəyyən qədər də lazım olan qədər yox, istədiyim qədər yox, müəyyən qədər. Yox, pul qoymaq olmur, ərzaq bahadır, nəqliyyat bahadır, hər şey bahalaşdırıblar. Aldığınız əmək haqqı sizi qane eləyir. Bəli, Kənara pul qoya bilirsiniz. bəli. Təxminən nə qədər qoya bilirsiniz? Yəni nə qədər oldu, o qədər də qoya bilirəm də. Yəni ki, onu ayırmaqdan asılıdır. Belə deyim, yəni ki, hər şeyi dəyərində xərcləmək lazımdır. Aldığınız əmək haqqı sizi qane eləyir. İndiki vəziyyətdə xeyr. Kənara pul ayıra bilirsiniz. Xeyr. Ən çox xərcləriniz nəyə gedir? Uşaqların təhsilinə. Yox, indiki büdcə ilə çətin. Çünki hal-hazırda qiymətlər biraz normalın üst dərəcəsindədir. Amma maaşlar, necə deyim, minimum əmək haqqı, yəni ölkənin qiymətlərinə baxdığımıza görə normal deyil mənə görə. Yəni bir tələbənin özünün adi stipendiyasından bir ay keçinməyi düzgün deyil. Onun elə yarısı onun yol puluna gedir deyim. İş də həmçinin. Paltarı var, ayaqqabısı var, yeməyi var, ondan dolanmaq olmur.